Hər vaxtınız xeyir olsun müəllimlər. Yeni mövzumuz təhsilə aid sənədlər bölməsindən müəllimlərin etik davranış qaydalarıdır. Müəllimin etik davranış qaydaları təhsilin bütün səviyyələrində, peşə fəaliyyəti zamanı təhsil verənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusudur. Etik davranış qaydaları bütün təhsil müəssisələrində çalışan müəllimlərə aiddir. Bura ali təhsil müəssisələri də daxildir, orta ixtisas təhsil də daxildir, peşə və yaxud da ümumi təhsil müəssisələrində çalışan müəllimlər daxildir. Bir sözlə, bütün təhsil sahəsində çalışan müəllimlər etik davranış qaydalarına riayət etməlidirlər. Müəllimin etik davranış qaydalarının əvvəllər 9 prinsipi var idi. Artıq bunu 7 dənə eləyiblər. Peşəkarlıq və fərdi məsuliyyət, bir də konfessiyanlıq prinsipini birləşdiriblər. İnsan hüquqlarına, demokratiyasına, azadlıqlarına və işgüzar nüfuzuna hörmət adı altında yeni prinsip yaradıblar. Birinci prinsipimiz qanunçuluqdur. Qanunçuluq etik davranış qaydaları nədir? Deməli, müəllim vəzifə funksiyasını icrası zamanı Azərbaycanın Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratiyasına əməl etməyə borcludur. Deməli, müəllim Azərbaycanın qanunlarına riayət etməlidir. Öz vəzifəsini yerinə yetirərkən təhsil müəssisəsinin daxili qanunlarına da riayət etməlidir. Yəni, müəllim dərsinə vaxtında gəlməli, dərsini vaxtında bitirməli, rəhbərliyin əmr və sərəncamlarına əməl etməyə borcludur. Deməli, burada hansı nəticəyə gəlirik? Deməli, qanun şahdır. Şah qanun deyil. Deməli, müəllim Azərbaycan Respublikasının qanunlarına, konstitusiyasına və öz təhsil müəssisəsinin qanunlarına əməl etməyə borcludur. Sonra ikinci etik davranış qaydamız vicdanlı davranış. Vicdanlı davranış etik qaydalarına müəllimin vicdanlı olması, müəllimin vicdanlılıq nümunəsi olması daxildir. Müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətli və səmərəli yerinə yetirməlidir. Deməli, vicdanlı davranış prinsipində müəllim öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Təhsil verən hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vicdanlı davranış prinsipinin açar sözləri keyfiyyətlə və səmərəli, bir də vicdanlılıq nümunəsi olmalıdır. Deməli, müəllim vicdanlılıq nümunəsi necə ola bilər? Müəllim şagirdə öz hərəkətləri ilə, davranışı ilə nümunə olmalıdır. Şagirdlər müəllimdən nümunə götürməlidir. Məsələn, müəllim əgər yolda gedərkən və yaxud da təhsil müəssisəsindən çıxarkən yolda hər hansı bir şagirdinin halının pisləşdiyini görürsə, ona yaxınlaşır, onun halı ilə maraqlanırsa, deməli müəllim vicdanlılıq nümunəsi göstərir və digər şagirdlərə də nümunə olur. Bir də müəllim öz dərsini keyfiyyətli və səmərəli yerinə yetirməlidir. Müəllim əgər özü üçün, özü ilə hər hansı bir əyani vəsait gətirirsə, dərsini təşkil etmək üçün əyani vəsaitlərdən istifadə edirsə, deməli müəllim öz dərsini keyfiyyətli və səmərəli yerinə yetirməyə çalışır. Sonra keçirik loyallıq prinsipinə. Loyallıq prinsipi nədir? Deməli, təhsil verən öz peşəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə bağlı tənqidi ictimai mülahizələrdən çəkinməlidir. Yəni, müəllim öz təhsil müəssisəsi haqqında, digər təhsil müəssisələri haqqında yalan, yanlış məlumat verməkdən çəkinməlidir. Öz peşə nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Deməli, loyallıq nə oldu? Müəllim öz
işgüzar nüfuzuna xələl gətirəcək hərəkətlərə yol verməməlidir. Loyallıq prinsipinin açar sözü nə oldu? Xələl. Xələl gətirməməlidir. Öz peşə nüfuzunu qorumalıdır. Öz təhsil müəssisəsi və yaxud da digər təhsil müəssisələri haqqında yalan yanlış məlumat verməkdən çəkinməlidir. Sonra keçirik mədəni davranış prinsipinə. Mədəni davranış prinsipi odur ki, müəllim təhsil alanlarla, rəhbərlik və həmkarları ilə davranışında təmkinli, xeyirxah, diqqətli olmalıdır. Yəni, müəllim etik davranış qaydalarına riayət etməlidir. Kobud danışıqdan, kobud sözlərdən istifadə etməməlidir. Rəhbərliyə, öz kollektivinə, öz pedaqoji işçilərinə diqqətli, xeyirxah və təmkinli olmalıdır. Hətta təhsil alanlarla olan münasibətində xeyirxah olmalıdır. Onlara qarşı diqqətli olmalıdır. Öz təmkini qorumalıdır. Əsəbini cilovlamalıdır. Bu da mədəni davranış prinsipinin əsas xüsusiyyətlərindəndir. Bir də müəllim öz geyiminə fikir verməlidir. Səliqəli geyinməlidir. Müəllim açıq-saçıq geyimlərdən, etik normalara zidd olan geyimlərdən uzaq durmalıdır. Müəllim tənqidi fikirləri qəbul etməlidir və ondan nəticə çıxartmalıdır. Ola bilər ki, hər hansı bir müəllim təzə gəlib və ondan təcrübə olaraq yüksək təcrübəli bir müəllim tərəfindən tənqid olunursa, müəllim o tənqiddən nəticə çıxartmalıdır və tənqidi qəbul etməlidir. Bu da mədəni davranış etik normalarının əsas xüsusiyyətlərindən biridir. Deməli, mədəni davranışda əsas xüsusiyyətlər nə oldu? Müəllim geyiminə fikir verməlidir. Davranışında xeyirxah, diqqətli, təmkinli olmalıdır. Təhsil alanlarla münasibətində təmkinli olmalıdır. Səmimi, çalışqan, intizamlı və xarici görkəmində hər zaman müəllim səliqəli olmalıdır. Sonra keçirik qərəzsizlik prinsipinə. Qərəzsizlik prinsipində müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalıdır. İrqinə, dininə, cinsinə, cinsi mənsubiyyətinə fərq qoymadan təhsil alanlarla və təhsil prosesinin digər iştirakçıları arasında fərq qoymamalıdır. Müəllim özünün və maraqlı şəxslərin mənafelərini, vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə imkan verməməlidir. Kənar məsələlərə qarışmamalıdır. Yəni ki, müəllim şagirdlər arasında fərq qoymamalıdır. Yəni, bu mənim dostumun qızıdır, bu mənim rəfiqəmin oğludur və yaxud da bu mənim müəllim yoldaşımın oğludur deyib şagirdlər arasında fərq qoymamalıdır. Bir sözlə, müəllim qərəzsiz olmalıdır. Kasıbla varlı şagirdlər arasında fərq qoymamalıdır. Daha sonra öz işini yerinə yetirərkən kənar məsələlərə müdaxilə etməməlidir. Kənar məsələlərə müdaxilə etməməlidir. Bu da qərəzsizlik prinsipinin açar sözüdür. Sonra gəlirik ictimai etimad prinsipinə. İctimai etimad nədir? Müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim andını, şərəf və layiqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələrinin nümayəndələrinə doğru məlumat verməlidir. Onların doğru məlumatlandırılmasına kömək göstərməlidir. Deməli, müəllim ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. Öz şərəf və layiqətini uca tutmalıdır. Burada uca sözü ictimai etimadın açar sözlərindən biridir. Daha sonra
Keçirik 7-ci prinsipimizə. 7-ci prinsipimiz nədir? İnsanların hüquq, azadlıq və qanunu maraqlarına, şərəf və layiqiyyətinə, işgüzar nüfuzuna hörmət etmək. Bu prinsipin daxilində həm fərdi məsuliyyət, keyfiyyətli və peşəkar və fərdi məsuliyyət prinsipi, həm də konfidensiallıq prinsipi daxildir. Konfidensiallıq prinsipi nədir? Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla müəllim peşə vəzifəsinin icrası ilə bağlı təhsil alanların, onların valideynlərinin, habelə həmkarların şəxsi həyatı barədə ona məlum olan məlumatları gizli saxlamalıdır. Yəni, konfidensiallığı qorumalıdır. Əgər müəllim hər hansı bir valideyn haqqında, hər hansı bir şagirdi haqqında, onların ailə daxili məsələləri haqqında və yaxud da şəxsi həyatı haqqında hər hansı bir məlumatı bilirsə və bu məlumatı müəllimlər içərisində, valideynlər içərisində hər hansı bir iclasda açıq-aşkar bu məlumatları yayırsa, demək müəllim konfidensiallığı pozur. Bu da nədir? İnsan hüquqlarının, azadlıqlarının pozulmasına gətirib çıxarır. Bir də təhsil verən insanların hüquq və azadlıqlarını, qanun maraqlarını pozan, onların şərəf və layiqiyyətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərar qəbul etməməli və hərəkətlərə yol verməməlidir. Yəni, hətta hərəkətsizliyə yol verməməlidir. Əgər müəllim digər iş yoldaşlarına qarşı qanun pozuntusunu görürsə və ona qarşı heç bir tədbir etmirsə, deməli bu zaman müəllim insan hüquqlarının və azadlıqlarının prinsipini pozmuş olur. Bir də müəllim öz vəzifəsini keyfiyyətlə və peşəkar səviyyədə yerinə yetirməlidir. Yəni, müəllim öz vəzifə funksiyalarını keyfiyyətlə yerinə yetirməlidir. Müəllim təhsil müəssisəsinə olan, təhsil işçilərinə olan inamı artırmalı və möhkəmləndirməlidir. Bu da insanların hüquq, azadlıq və qanunu maraqlarına, şərəf və layiqiyyətinə, işgüzar nüfuzuna olan hörmət prinsipidir. Bir də müəllimlər, təhsil verənlərin xidməti davranışı var. Xidməti davranışı nədir? Təhsil verən öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində yerinə yetirməyə borcludur. Deməli, təhsil verən birbaşa yuxarı rəhbər tərəfindən verilən əmr və sərəncamlara əməl etməyə borcludur. Əgər təhsil verən rəhbərin hər hansı bir əmrinə, sərəncamına qarşı şübhəsi varsa və bu şübhəsində əmindirsə, birbaşa rəhbərdən də yazılı şəkildə təsdiq edilmiş əmr və sərəncamı yuxarı qanun vericiliklərə təqdim eləyə bilər. Təhsil verən korrupsiyaya qarşı çıxmalıdır, korrupsiyaya imkan verməməlidir və xidməti vəzifəsini qərəzsiz icra etməlidir. Sonra bir də var təhsil verənlərin xidməti fəaliyyətindən kənar davranışı. Təhsil verənlər öz şəxsi həyatında əxlaqlı olmalıdır, mədəni davranış normalarına əməl etməlidir. Xidməti fəaliyyətindən kənar sosial münasibətlərin peşəkar fəaliyyətinə nüfuzuna xələl gətirməsinə yol verməməlidir. İctimai davranış normalarına riayət etməlidir. Müəllim sosial media hesablarında onun işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və materiallar, təsvirlər paylaşmamalıdır. İctimai davranış normalarına riayət etməlidir. Mədəni irsin qorunmasına həssas yanaşmalıdır. Bir də var, etik davranış qaydalarına riayət olunmasının təmin edilməsi. Bu da müəssisə rəhbəri tərəfindən yerinə yetirilir. Müəssisə rəhbəri bu qaydalar haqqında kollektivi tanış etməlidir. Təhsil verənləri hüquqa və etik normalara zidd olan hərəkətlərə
sövq etməmələrini tapşırıq etməlidir. Bu qədər müəllimlərin etik davranış qaydaları haqqında danışdıq. Sağ olun.